Cəmaləddinin 5-ci il dönümüdür. Allah cəm şəhidlərimizin hamısına rəhmət eləsin, məqamları uca olsun, yerləri cənnət olsun. Onsuz da onlar cənnətdədirlər. Nə deyim Allah, mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, mənim Cəmaləddin kimi belə bir evladım vardı. Cəmaləddin ata-ana üçün əvəz edilməz bir oğludur. Nə deyim, Allah hamısına rəhmət eləsin. Siz də çox sağ olun. Gəlirsiniz, çəkirsiniz, hamısını tanıdırsınız. Çox sağ olun, hamınıza minnətdarım. Rəhmət eləsin. Bugün mənim oğlumun 5-ci il dönümüdür. Ağcabəddə şəhid olacağıq. Yəqin ki, orada rayonumuzdan müəllimləri, şagirdləri də orada olacaq. Eləcə də öz kəndimizin məktəbi, uşaqları, müəllimləri. İndi biz oraya yollanacağıq, onu ziyarət üçün oraya gedəcəyik. Mənim oğlum hər bir zaman qəhrəman kimi döyüşüb müharibə vaxtı. Yəni onu general da təsdiq elədi ki, doğrudan da o qəhrəman kimi qorxmaz bir oğul olub. Mən öz oğlumdan fəxr edirəm. O ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşdə qəhrəmancasına döyüşürsə, demək o mənim fəxrimdir. Odur ki, biz bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Nə deyim? Siz də sağ olun ki, bu günləri burada bu çəkilişləri aparırsınız. Siz hər bir zaman şəhidlərin yanında olursunuz. Sizə də təşəkkür edirəm. Allah sizlərə səbir versin. Sağ olun. Mən yoldaşım, bu günlərim iyilidir. Mən yoldaşım vətən yolunda, el yolunda şəhid olubdur. Şəhid qardaşlarıma və şəhid yoldaşıma hər birinə Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Allah şəhidlərinə rəhmət eləsin. Mən qardaşımla fəxr edirəm. Fəxr edirəm ki, mənim iki qardaşım var. Allah şəhidlərə rəhmət eləsin. Amin. Sana da təşəkkürümü bildirirəm. Çox sağ olun. Bu Yasin var, değil mi? Şeyi görmüşler, akşamlar. O değil de tamam ki şunu görmüşler. Haydi bu da Gidicinden durabilmiyor. Biz geçen oydu, uşaqlar yardım oydu, yazın böyle geçen uşaqlar. Elə bir bırak yerimizde, o uşaqlar gəlsinlər oradan. Orada sənət elədir, dursunlar. Şeyde. Gel durun, gel. Gel durun, gel. Kesin ne bakalım, gelin oradan düzülün. Kesin, gelin abla, geç. Geç, biraz da geç.
Hə, keçin oradan sırayla durun da. Keçin ora. Allah səbr versin. Allah bütün şəhidlərimizi rəhmət etsin. Allah sizə dəyməsin. Allah balaları saxlasın. Allah cəmi şəhidlərimizə, şəhidlərimiz bizim fəxrimiz. Allah sizdən olsun. Allah sizdən razı olsun. Sağ olun. Ölənə rəhmət etsin. İkinci sınıfda okuyanda. Allah şəhidlərimizi rəhmət etsin. Allah rəhmət eylesin. Allah valideynlərə səbir versin. Allah rəhmət eləsin. Allah rəhmət etsin. Allah valideynlərə səbir versin. Amin inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Əsas odur ki, onun ata və analarına səbir versin. Ömür versin. Şəhidlərin Allah'ın yetiştirerek falan şey. hə, əsas balalar şəhidlər. Biz çalışacağıq ki, nə qədər sağsa biz onları lazım qaydada lazım olan işler görəcəyik. Allah size ömür versin. Allah size ömür versin. Sağ ol. Allah size Çok selam. sağ ol. Sağlam zam versin. Gel.